Kəkələmə uşaqlarda nitqin axıcılığının müxtəlif fasilələrə məruz qalması ilə meydana çıxan bir nitq pozuntusudur. Kəkələmə ən çox uşaqlarda 2-6 yaş arasında meydana çıxa bilir. Bəzi faktorlar var ki, bunlar kəkələmənin meydana çıxmasına səbəb ola bilir. Bunlardan genetik faktorları misal göstərmək olar. Yəni yaxın qohumlarda əgər kəkələmə varsa, bu da uşaqlarda növbəti etaplarda kəkələmənin meydana çıxmasına səbəb ola bilər. Bəzi nevroloji problemlər, bunlar beyin travmaları, anadan gəlmə, bəzən toksik işemik ensefalopatiya keçirən uşaqlarda və s. kimi nevroloji problemi olan uşaqlarda meydana çıxa bilər. Gəlişimsəl kəkələmə dediyimiz normal inkişaf etaplarında uşaqların normal nitq inkişafları dövründə meydana çıxan kəkələmə və psixoloji travmalardan sonra meydana çıxan kəkələmə. Gəlişimsəl kəkələmə ən çox 2-6 yaş arasında meydana çıxır. Adətən xoşxəstəli vəziyyətdir. Bir neçə həftədən bir neçə aya qədər davam edə bilir və heç bir müalicə tələb etmədən öz-özünə tam keçə bilir. Ancaq kəkələmə 3-6 aydan çox davam edirsə, yaxın qohumlarda kəkələmə hekayəsi varsa və kəkələmə uşağın psixoloji olaraq inkişafında problemlər yaradırsa, vaxt itirmədən loqopedə müraciət etmək lazımdır ki, kəkələmə sonradan qalıcı olan bir vəziyyətə keçməsin.